Yox, işləmir. Bir neçə gün əvvəl hava şəraitinin aramsız yağışlı keçməsi nəticəsində Abşeron rayonunun Xırdalan şəhərinin, o cümlədən kənd və qəsəbələrinin bəzi ərazilərində su basma halları müşahidə edilib. Abşeron rayon İcra Hakimiyyətindən Denas TV-yə daxil olan məlumata görə, ötən müddət ərzində bir çox yerlərdə yığılan su kütləsi təmizlənsə də, bəzi ərazilərdə yağışın fəsadlarının aradan qaldırılması işləri davam etdirilməkdədir. Belə ki, yüklənmə nəticəsində qəza baş vermiş nasosxanaların fəaliyyəti, eləcə də elektrik enerjisinin kəsintisiz verilməsi bərpa olunub. Rayon ərazisində yerləşən göllərin səviyyəsi əhəmiyyətli dərəcədə qalxdığından və vətəndaşların fərdi yaşayış evlərinin daha acınacaqlı vəziyyətə düşməsinin qarşısının alınması məqsədi ilə göl və ətraf ərazilər xüsusi nəzarətə götürülüb, nasosxanalar əlavə texniki vasitələrlə gücləndirilib. Abşeron rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əraziyə cəlb olunmuş xüsusi texnikalar və nasoslar vasitəsilə küçə və həyətyanı sahələrdə, zirzəmilərdə yığılmış yığıntı sularının fasiləsiz şəkildə kənarlaşdırılması həyata keçirilir. Yığıntı miqdarı həddən artıq çox olduğundan, problemli ərazilər prioritet bölgə əsasında mərhələli şəkildə fasiləsiz həyata keçirilməkdədir. O cümlədən, Məmmədli kəndində əlavə texnika cəlb olunmaqla 6 ünvanda nasoslar quraşdırılaraq yığılmış yağış sularının kənarlaşdırılması işləri daha da sürətləndirilib. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətinə müraciətlər əsasında xüsusilə Xırdalan şəhəri, Masazır, Məmmədli, Qobu və Hökməli yaşayış məntəqələrində təxliyə işləri həyata keçirilib. Su basmış mənzillərdə yaşayan sakinlərin müvəqqəti olaraq otellərə və kirayə evlərlə yerləşdirilməsi təmin edilib. O cümlədən ciddi zərər görmüş və qəzalı vəziyyətə düşmüş bir neçə fərdi yaşayış evinin sakinləri təxliyə edilib, bərpası köməkli məqsədi ilə nəzarətə götürülüb. Bütün bu işlərlə yanaşı, yağışlardan sonra çirklənməyə məruz qalan küçə və prospektlərdə təmizlik işləri də həyata keçirilir. Nizami Rəsulov, xüsusi olaraq Denas TV üçün.